Hər il milyonlarla insan qəfil başlayan və dözülməz böyrək sancısı ilə xəstəxanaya müraciət edir. Əksər hallarda bu ağrının səbəbi böyrək daşı olur. Bəs bu kiçik daş necə yaranır və onun yaranmasının qarşısını almaq mümkündürmü? Böyrək daşı xəstəliyi dünyada milyonlarla insanı narahat edən ən geniş yayılmış uroloji xəstəliklərdən biridir. Həyatı boyunca hər 10 nəfərdən təxminən biri bu problemlə qarşılaşa bilər. Əksər hallarda xəstəlik uzun müddət heç bir əlamətlə biruzə vermir. Lakin daş hərəkət etməyə başladığı anda qəfil başlayan güclü ağrı insanın gündəlik həyatını tamamilə dəyişə bilər. Bəs böyrək daşları necə yaranır və ən vacibi, onların yaranmasının qarşısını almaq mümkündürmü? Bu suallara cavab vermək üçün əvvəlcə böyrəyin daxilində baş verən görünməz proseslərə nəzər salaq. Çünki hər bir böyrək daşı əvvəlcə adi gözlə görünməyən kiçik bir kristal kimi yaranır. Ancaq onu əmələ gətirən proseslər vaxtında dayandırılmazsa, nəticədə güclü ağrıya və ciddi müalicəyə ehtiyac yaradan böyrək daşına çevrilə bilər. Bugün böyrək daşlarını tamamilə aradan qaldıran universal müalicə üsulu mövcud deyil. Lakin bir mühüm həqiqət var. Kəskin dövr aradan qalxdıqdan sonra əsas məqsəd yeni daşların yaranmasının qarşısını almaqdır. Sevindirici haldır ki, ən çox rast gəlinən kalsium oksalat və kalsium fosfat daşları düzgün profilaktika ilə uğurla nəzarətdə saxlanıla bilər. Bunun üçün sağlam həyat tərzi, balanslaşdırılmış qidalanma və həkimin tövsiyələrinə əməl etmək böyük əhəmiyyət daşıyır. Böyrək daşı xəstəliyi bugün dünyada ən geniş yayılmış uroloji xəstəliklərdən biridir. Lakin bu xəstəlik bir çox hallarda qarşısı alına bilən risk amilləri ilə əlaqədardır. Kifayət qədər su qəbul etmək, balanslaşdırılmış qidalanmaq, sağlam həyat tərzi sürmək və həkimin tövsiyələrinə əməl etmək böyrək daşlarının təkrar yaranma riskini əhəmiyyətli dərəcədə azalda bilər. Müasir diaqnostika və müalicə üsulları isə böyrək daşı xəstələrinin vaxtında və effektiv şəkildə müalicə olunmasına imkan yaradır. Unutmayın, böyrək daşı xəstəliyinin qarşısını almağın ən təsirli yolu risk amillərini vaxtında müəyyən etmək və profilaktik tədbirlərə erkən başlamaqdır. Sağlam böyrəklər sağlam həyatın vacib şərtlərindən biridir. Böyrək daşlarının yaranması mürəkkəb bioloji prosesdir. Lakin bu prosesi anlamaq onun qarşısını almanın ilk addımıdır. Elm bugün bizə böyrək daşlarının necə yarandığını izah edir. Bu bilik isə hər birimizə daha sağlam seçimlər etməyə kömək edir. Çünki profilaktika hər zaman müalicədən daha üstündür. Bəzən sağlamlığımızı qorumaq üçün böyük dəyişikliklərə ehtiyac olunur. Bəzən hər şey bir stəkan su ilə başlayır. Böyrəklərinizin qeydinə qalın. Onlar hər gün sizin üçün çalışırlar. Çalışın, sağlam qalın.